Neolezginka tənzimimizin 7-ci hərəkəti. Bu qismət tərkibi bir hərəkət olacaqdır ki, göstərirəm xidmətinizə və idaməsində tozif verəm. Bu tərkibimiz iki bəxşdən təşkil tapır ki, hər bəxşi ayrı-ayrı örgəşəcək və idaməsində bir-birinə vəsf eləyək. Əvvəlinci bəxşimiz budur. 4 şumarə. Ayaqlarına baxırıq, deyirik. Həman şappa ki, həman ayağın kəfi qoyulur yerə. Şappa zaviyyəsi nisbət bədənimə təqribən 20 dərəcə, 30 dərəcə dönür sol tərəfə. Deyirik, şappa sağ ayaq gəlir, daldakı ayaq pəncə, pəs olur şappa, pəncə, 1, 2, şumarı 3-də. İndi vəzn qabaq ayaqdadır ki, sağ ayaqdır. Baxsaq dizlərdə bir balaca fənər kimi əyilibdir. Şappa, pəncə, şumarı 3-də. Vəzn gedir dal ayağa. 3, qabaq ayaq açılır. Pəs oldu şappa, pəncə, 3 və ayağı bir dənə dəyişirik ki, 6-8 rəqsləndə buna deyirik göyçi ya qayçı. Dəyişirik, ayaq gedir üstə. Bir sərə göstərirəm. Pəs hərəkət sağ ayaqla başlayır. Sağ, sol. İndi vəzn qabaq ayaqdadır, sağ ayaqdadır. Dəyişilir. Dal ayaqdadır vəzn. Qabaq ayaq şəx atılıb və yerin dəyişir. Sol ayaq gedir üstə. Bu əvvəl bəxşimizdir. Dərxastım vardı, bu modeli təmin eləyəsiniz ki, 1, 2, 3, 4. Ayağın səsinə baxsaq. Hərəkətimiz 20-30 dərəcə sol tərəfdə başlanır, vəsətdə qutulur. Bunu təmin eləyək lütfən. Birinci bəxşimizin əllərin istəyək biləcə tozif verək bu şəraitdədir. Deyirik şumarı 1-də. Sağ ayaq gəlir yerə, şappada, baxın, şappada əllər açılır. Bula işləmişdik ki, 5 barmaq kamil bir-birindən fasiləlidir. Zaviyyə ki, əllər tutur, qabağa dəyir. Ayaqların cəhət nədir? 1, şumarı 2-də. Dal ayaq pəncə gəlir, sol ayağımız pəncə gəlir, əllər bu modeldə sağ əl gedir dalıya, sol əl gəlir qabağa. 2, şumarı 3-də ki, ayaqların vəzn təğyir tapır. Baxın, 3-də əllər yenə atılacaq qabağa. 3, ayaqla bahəm və 4-də əllər gedəcəkdir sinəmizin qabağına. 4. Bu ittifaq düşür. Pəs, oldu 1, 2, qabağa 3 və qabağa 4. Ayaqla bahəm vəslinə bu ittifaq düşür. Deyirik 1, 2, 3, 4. Pəs 1, 2, 3, 4. 1, 2, 3, 4. Lütfən başlayaq təmrin. Bu tərkibimizin 2-ci bəxşini başlayırıq amuzişinə. Ayaqlarımız bu modeldə burada qutulubdur. Xatırınızda olsa sol ayaq üstdə idi. Burada qutarmışdıq. İndi buradan başlanır. Ayaq bu halətdə olur. Deyirik 4 şumarədir. Deyirik şumarı 1-də. 1, ayaqlar bu modeldə kəfləri yerdə açıqdır. 2 bərabəri ərzi şanəmizdir. 1, şumarı 2-də. Ayaqlar cüt gəlir vəsətə. Bir ayaq qabaq, bir ayaq dalı. Sol ayaq qabaqdadır, sağ ayaq dalda. 2, dal ayaq pəncə. Yəni dal ayağımız bu halətdə, qabaq ayağımız şappa haləti vardır. 1, 2, şumarı 3-də vəzn dəyişilir. Eyni qəbliki bəxşimiz. 3, qabağa açılır və 4-də yenə gedir üstə. Yəni şumarı 3-4-lər bərabərdir. Eyni qəbliki bəxşimizə taydır. Vəli şumarı 1, 2 fərqlidir. Pəs, birimiz bu olur. 1, şumarı 2-də. 2, şappa, şumarı 3-də. Ayaq vəznin dəyişir, qabaq ayaq şəx və 4-də seri sağ ayaq gedir üstə. İndi bir seri o ritmi ilə göstərirəm. Bu model təmin eləyəcək. Deyirik pəs 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Fəqət nöqtəyi ki, burada çox mühümdür. Şumarı 2-də biz eləyə bilirik. Həm bir səs olsun, yəni 2 ayaq bahəm dəysin, həm eləyə bilər 2 səs olsun. Yəni bir ayaq əvvəl dəysin, bir ayaq sonra dəysin yerə. Ki, 2-ci halət herfeykər, yəni bu ittifaq düşür. Deyirik 1, baxın səsə.
Bu ittifaq düşür. Deyirik, ayaqları açıq. Əvvəl pəncə gedir. Sonra ayağın kəfi şappa gəlir. Baxın. 1 1. Lütfən başlayaq. Təmrin və idaməsində əllərini tozif verim xidmətə. Əllər iki istifadə edirik bu bəxşimizdə bu modeldədir. Axır fiquru ki saxlamışdıq əllərimizdə bu idi pozisyonu. Şumarə 1-də ki ayaqlar açılırdı. Əllər açılacaq. Şumarə 2-də ki ayaqlar bir xəttdə dayanırdı, şappa halətində. Əllər gedəcək daliyə. Yumuruq. Şumarə 3-də eyni qəbrilki bəxşətay. Əllər qabaqda atılıb və 4-də gedəcəkdir kəmərimizə. Bu halətdə olur. Pəs əllər 4 dənə pozisyon olur. Buradan ki başlayırıq. Deyirik 1 pozisyon, 2, 3, 4. Nə cür ayaqlarla vəsl olur? Bu halətdədir. Deyirik 1-də əlləri açıram, kəfi baxır qabağa, 2-də daldadır, 3-də ayaqların vəzni dəyişiləndə açılır qabağa və 4-də kəmərdə. Pəs 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Lütfən ayaqların ki kamil təmrini elədiniz. Əvvəl başlayın. Fəqət təhtə əllərin vurun. O qədər vurun ki kamil müsəllət olun və sonra bir-birinə yapışdırın. Hərəkət kamil halətdə icra olunsun. Başlayacaq bu iki dənə bəxşimizi bir-birinə vəsl eləyək olsun əsli tərkibimiz. Xoş. Bu iki dənə bəxşi bu modeldə yapışdırırıq bir-birinə. Sadədir. Əvvəl bəxşi ki bu halətdə öyrəşdik. Dedik ki kəmərdə əldən başladıq. 1, 2, 3, 4. İndi idaməsi olacaq 5, 6, 7, 8. 5, 6, 7, 8. Pəs 1, 2, 3, 4, 5, 6, 7, 8. Əvvəlminci bəxşdə bir dənə təğyiri 30 dərəcəmiz var idi. İkinci bəxşdə kollən vurulur. Qabağa əlbəttə tənzimdə bir balaca təğyirimiz olacaq ki, qabaqda ərz eləyəcəm. Lütfən başlayaq. Əl, ayaq bir-birinə tərkib eləyək və kolli bu hərəkətimiz çıxsın. Məmnunum biləcəm.